Salam dostlar, Dədə Qorqud parkındayıq. Bugün maraqlı bir test eləyəcəyik. Fərqli taksi mobil tətbiqlərini sınayıb, hansı daha sürətli, daha ucuz və daha rahatdır onu sınayacağıq. Hamının istifadə etdiyi bir nəqliyyat növüdür taksi. Məncə maraqlı olacaq. Məncə fikirləşməyə vaxt yoxdur, başlayaq. İstiqamətimiz isə 28 moldur. Məndə Boltda 320-dir. Məndə isə 250 yazdı. Məndə də 330 yazdı. Pulsuz komfortlu upgrade oldu. 2 manat 50 qəpiyə artıq çatır, gedək. Taksim gəldi, mən də gedirəm. Mənim taksim axırıncı gəlib. İndi mən də gedirəm. Salamünaleyküm. İlk olaraq Bolta baxaq. İnterfeys sadədir, düymələri azdır. Bilinir ki, əsas optimallıq A nöqtəsinə B nöqtəsinə getməkdir. Tətbiqdə skuter tapa və yemək sifariş edə bilərsiniz. Digər tərəfdə 189-da tamamilə fərqli, biraz da nostaljik yanaşma var. Sanki dispetcher xidmətinin mobil versiyasıdır. Yangoda isə texnologiya cəhətdən taksidən əlavə xəritdə, ictimai nəqliyyatın izlənməsi və marşrutlar barədə detallı məlumat və fəaliyyət göstərir. Səmimi fikrimi öyrənmək istəsəniz, mən daha çox minimalizm və funksionallıq baxımından Yango tətbiqini bəyənirəm. Bəxtiyarı görürəm. Bəxtiyar necəsən? Adım Muraddır. Mexanikayda əsə-əsə gəldik. Amma gəlib satdıq. Beləliklə vaxt baxımından hər birimiz demək olar bərabər vaxtlarda ünvana çatdıq. Lakin proses boyunca daha sərfəli qiymət 2 manat 50 qəpiklə Yango tətbiqində, ardınca 3 manatla Bolt, 3 manat 30 qəpiklə 189 taksidə oldu. Tariel ekonom sifariş versə də onun komforta uyğun taksi sifarişi qəbul etdi və səfəri daha rahat keçdi. Mənim Chevrolet Cobalt'da səyahətim normal olsa da, Murad mexanika Ravon ilə o qədər də rahat değildi. Qeyd edək ki, bu video test məqsədlidir və həmin anda mövcud olan xidməti dəyərləndirir. Görək insanlar bu taksi xidmətlərindən daha çox hansını istifadə edib, hansını bəyənir. Mən ən çox manatlıq taksidə istifadə edirəm. Tətbiq olaraq ən çox Boltdan istifadə edirəm. Ən çox Yangodan. Daha çox Boltdan. Yango. Ən çox Yango taktikindən istifadə edirəm.